Hər kəsə salam. Naxçıvanda artıq Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən kitabxanalar üçün də sənəd qəbulu başladı. Baxın, Facebook səhifəsinə daxil olsanız, buradakı elanı görə bilərsiniz. Sənəd qəbulu dünəndən başlayıb 3 fevraldan 23 fevrala qədər davam edəcək. Deməli, ümumiyyətlə müsabiqə proqramı 2 hissədən ibarət olacaq. Birinci hissədə sənəd qəbuludur, ikinci hissəsi isə artıq müsahibənin keçirilməsidir. Qeyd edeyim ki, test mərhələsi olmayacaq. Sənəd qəbul və müsahibədən ibarət olacaq. Burada məlumat yazılmışdı, o haqda da indi göstərəcəm. Deməli, müsabiqədə ali və ya orta ixtisas təhsili müəssisəsini bitirmiş, yəni həm universiteti bitirənlər, həm də ki, kolleci bitirənlər sənəd qəbulunda iştirak edə bilərlər. Diploma aparmalısınız və yaxud da ki, ali və ya orta təhsili bitirmə haqqında sənəd almısınızsa, arayış almısınızsa, onu aparmalısınız. 4-cü kurs tələbəsinizsə, onunla sənəd arayış apara bilərsiniz. Xarici ölkədə aldığı təhsil sənədi qanunvericiliklə müəyyən edilmiş qaydada tanınmış. Azərbaycan vətəndaşları iştirak edə bilərlər. Baxın, müsabiqə sənədlərin qəbulu və müsahibədən ibarət olmaqla 2 mərhələdə təşkil olunacaq. Yəni, birinci mərhələ sənəd qəbuludur. Sənədlərə baxacaqlar. Kimlər ki, uyğun gəlir, artıq onlara ya zəng eləyərlər, ya mesaj göndərirlər. O haqda məlumat veriləcək və müsahibəyə dəvət olunacaqsınız. Müsabiqədə iştirak edəcək namizədlər yuxarıda qeyd olunan tarixlərdə, yəni dünən ayın 3-dən 23-nə qədər həmən sənədləri, şəxsiyyət vəsiqəsinin sürətidir, sonra diplomdur və yaxud da dediyimiz kimi arayışdır, əmək kitabçası varsa, əmək kitabçasının sürətidir. Bir də 3-ün 4-də 2 ədəd fotoşəkil bu sənədləri götürürsünüz, aparırsınız Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinə təqdim edirsiniz. Dediyim kimi, sənədlərə baxacaqlar və əgər uyğunluq varsa, uyğun gəlirsə, hər şey qaydasındadırsa, artıq sizi müsahibəyə dəvət eləyəcəklər. Baxın, burada vakansiyalar haqqında da məlumat yerləşdirilibdir, işə qəbul qaydaları da var, müsahibə proqramı haqqında, vəzifə təlimatları haqqında, hər biri haqqında məlumat verilibdir. Sayta daxil olanda da yenə burada məlumat qeyd olunubdur və burada vakansiyalar haqqında məlumat verilibdir. Deməli, Adil Babayevadın Naxçıvan Muxtar Respublikasının Uşaq Kitabxanasıdır. Bax, burada həm kitabxana informasiya texnologiyaları üzrə mütəxəssis vakansiyası var. Yəni, buradan özünüz baxa bilərsiniz. Mən də linkləri yerləşdirəcəm açıqlamaya. Oradan da daxil olub baxa bilərsiniz. Naxçıvan Regional Mədəniyyət İdarəsində hansı vakansiyalar var? Baxın, burada hamısı haqqında rayonlar, Şahbuz rayonudur, Babək rayonudur, sonra Şəhər Regional Mədəniyyət İdarəsində hansılar var? Kəndlərin adı, həm klublarda, həm mərkəzləşmiş MKS-də, kitabxanacı filiallarında, MKS-in filiallarında vakansiyalar yerləşdirilibdir. Yəni, yetəri qədər vakansiya var. Çalışın, hazırlaşın imtahana qədər. Hər kəsə uğurlar arzu edirəm. İnşallah ki, yaxşı nəticələr əldə edəsiniz. Müsahibədə həyəcanlanmayın təkcə. Verilən sualları rahat şəkildə cavablandırmağa çalışan. Yəni, demək olar ki, baxın, bütün rayonlardan vakansiyalar elan edilibdir. Bu da müsahibə proqramıdır. Hər kitabxananın ayrı proqramını yerləşdiriblər. Məsələn, mən orada Badidə adına əgər Naxçıvan kitabxanasında işləmək istəyirsinizsə, buradakı mövzuları bilməlisiniz. İndi bu vəzifələr də fərqlidir. Bərpaçı rəssamdırsa, bu vəzifəsi üzrə müraciət edirsinizsə, bu mövzuları bilməlisiniz. İnformasiya texnologiyaları mütəxəssis üzrə və ya proqramçı vəzifəsi üzrə müraciət edirsinizsə, bu mövzuları bilməlisiniz və s. Adil Babayev adına Uşaq Kitabxanası fərqlidir. Yəni, burada hansı vəzifəyə uyğun gedirsinizsə, hansı kitabxana üçün müraciət edirsinizsə, həmin mövzuları öyrənməlisiniz. Məsələn, rayonlarda olan MKS sistemləri, filialları üçün bax, bu mövzuları bilməlisiniz. Tədqiqatçı rəssam vəzifəsi üçün bu və s. Bir də burada vəzifə təlimatları var. Başlayır, yəni burada yenə tutaq ki, siz şöbə müdürü üzrə müraciət edirsinizsə, burada təhsil tələbi var. Ali təhsil olmalıdır və kitabxanaçılıq informasiya fəaliyyəti üzrə olmalıdır. Sonra staj tələbi verilibdir. 5 ildən az olmayaraq əmək stajı, kompüter biliklərindən nələri bilməlisiniz və s. Yəni, burada özünüzə uyğun həm vəzifə təlimatlarına vəzifəni tapa bilərsiniz. Burada da müsahibə proqramını tapıb, öyrənib müsahibədə iştirak edə bilərsiniz. İlk öncə onsuz sənəd qəbuludur. Sənəd qəbulunu gedin, verin. Dediyim kimi, hər kəsə uğur olsun, aparın. Ondan sonra da müsahibəyə çağıracaqlar. Sırf Naxçıvana aiddir, onu da